Gəlin bir yerdə növbəti iki fe'li müzakirə edək. Əslində bir fe'ldir. Sadəcə dediyim kimi bütün videolarda ki, bitmiş bitməmiş zamandır. Bu da hansı fe'l? Bəli. Делать, сделать. Gündəlik həyatımızda çox istifadə etdiyimiz bir fe'ldir bu arada. Делать bitməmiş zamandır. Сделать bitmiş zamandır. Üç zamanda da hallandırmışam. Şərh bölməsinə mütləq diqqət yetirin. Özünüzdə hətta qeyd edə bilərsiniz. Yəni mən bir müəllimə olaraq öz tərəfimdən hər şey edirəm. Siz izləyici olaraq, şagird olaraq öz tərəfinizdə nəsə edirsinizmi görəsən? Etmirsinizsə sonra heç kimi günahlandırmayın öz uğursuzluğunuzda. İnanın ki, mənim elədiyimi bəlkə 99% müəllimlər eləmir. Deməli, делать, сделать. Gəlin nümunələr gətirək. Məsəl üçün, sən nə edirsən? Hal-hazırda nə edirsən? Deməli, bitməmiş zamanda. Və mən bunu necə deyəcəm? Bəli, что ты делаешь? Nə edirsən? Что ты делаешь? Sən bunu niyə etdin? Etdi artıq. Nəticə var, göz qabağındadır, ona görə deyirəm. Sən bunu niyə etdin? Deməli, сделать fe'lindən istifadə etməliyim, çünki bitmiş zamandır. Necə deyəcəm? Bravo. Почему və yaxud зачем ты это сделал və yaxud сделала? Зачем və yaxud почему ты это сделал və yaxud сделала? Sonra hələ ki edirəm, bitirməmişəm. Edirəm, proses gedir. Пока делаю, hələ ki bitirməmişəm. Еще не закончил və yaxud не закончила. Еще делаю, пока не закончил və yaxud не закончила. Edəndə mənə yaz. Nə vaxt ki edəcəksən, yəni nəticə olacaq, mənə yaz. Когда сделаешь, напиши мне. Когда сделаешь, напиши мне. Mən bunu yaxşı edirəm. Deməli, daimilik var. Я это хорошо делаю. Əzizlərim, müəllimsiz kursa getmədən sən də istirahat, özün məşğul olaraq gündə 20-30 dəqiqə ayıraraq, hər gün 20, 15, 25 hətta bacarırsa, yaddaşın yaxşıdırsa, öyrənərək bir neçə aya özün sıfırdan B2 səviyyəsinə kimi qalxa bilərsən. Hansı mövzu olur olsun, hər mövzuda danışa bilərsən. Sadəcə bu WhatsApp nömrəsinə yaz, kitabı əldə et. Dünyanın harasında yaşayırsan yaşa, əldə edə bilərsən.